onlar mədrəsələri, mollaxanaları, məscidləri, insanların ibadət etdiyi yerləri daim dağıdıblar, viran qoyublar, hədə qorxu gəliblər. Din adamlarına qolçomaq adı ilə Sovet hökumətinin ilk qurulduğu illərdə, hansı ki artıq deportasiyaların ikisi baş vermişdi, həmin zamanlarda mənim babam İbrahim Mirzəlioğlu da daxil onlara qolçomaq adını vuraraq Sibirə sürgün elətdirirdilər. Yəni bu dinin də kökünə çatmaq üçün. Amma İslamın kökü bəşəriyyətin köküdür, insanlığın köküdür. Qayda qanunu da ona xidmət eləyir. O böyük humanizmi də ona xidmət eləyir. Mənə elə gəlir ki, Qərbi Azərbaycan icmasında İrəvan qazisinin xüsusi yeri olacaq, İnşallah. Xüsusi rolu olacaq və bu tədbirlərimizə təbii ki, doğru buyurduğunuz ki, biz bir veriliş daxilində bunlara əhatə edə bilmərik. Çox gözəl olar ki, bir verilişimiz Fazil İrəvaniyə, digəri ondan sonrakına, digəri bax, bu cür belə bu silsilələrdə və yaxud da İrəvan mühitindəki məscidlərə insanların getməsi və s. bu cür belə verilişlər etməyə hazırıq, bunları edəcəyik. İnşallah. Amma yolumuz müqəddəs yoldur, Bəxtiyar. Yolumuz elə bir yoldur ki, biz bu yoldan çox, necə deyərlər, inatlıyıq, prinsipial mövqe tutmuşuq, elm yolu tutmuşuq. Biz heç kəsi müharibəyə səsləmirik. Biz yalnız sülh tərəfdarıyıq və cənab prezidentin özü də sülh sazişi üçün əlindən gələni edir. Hər birimiz üçün də öz doğulduğumuz yurtlara qayıtmağın elmi əsaslarını göstərir